Hər kəsə salam. Xəmir yoğurma qabına 200 ml ilıq süd, 50 ml ilıq su, 10 qram maya və 1 çay qaşığı bal əlavə edib qarışdırıb 5 dəqiqə gözlədirəm. Sonra üzərinə çay qaşığı duz və 1 yumurta əlavə edib qarışdırıram. 500 qram un əlavə edib xəmir yoğururam. 10-12 dəqiqə yoğurduqdan sonra üzərini örtüb 1 saat isti yerdə gözlədirəm. Mayalanmış xəmirin havasını alıb, hər biri 55 qram olmaqla 15 ədəd kündə hazırlayıram. Kündələri gözlətmədən diametri 10 sm olaraq yayıb, yağlı kağızın üzərinə yığıb, üzərini örtüb 30 dəqiqə isti yerdə gözlədirəm. 30 dəqiqə sonra mayalanmış xəmirin hər iki tərəfini qızğın yağda qızardıb, sonra mətbəx dəsmalının üzərinə yığıram və qızardılmış çörək hazır olur. Hələlik.